Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrafil enbiya'i ve seyyidil murselin. Nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ecma'in. Rabbi şrahli sadri ve yessirli emri ve hlul uqdeten min lisani yefkahu kavli. Allahümme allimna bima yenfa'una ve enfa'na bima allamtana ve zidna ilme emma ba'd. Allah hamdolsun muhterem kardeşler. Onun Resulü Muhammed sallallahu aleyhi ve selleme, onun ehli beytine Allah'ın salamı, salatı olsun. Allah subhanehu ve teala her birimizi bağışlasın, her birimize rahmetsin. Elhamdülillah, Rabbimiz bizleri xeyirli bir günlerde, bayram gününde, faydalı zikir meclisinde cəm edib. Möhtərəm qardaşlar, qısa bir xatırlatma etmək istəyirəm öz nəfsimə, sonra da sizlərə. Həqiqətən hər bir mümin, hər bir müsəlman çalışır ki, dinində möhkəm olsun, əməlləri ondan qəbul olunsun. Necə ki, salihlər keçmişdə, sələflər deyərdilər ki, bir əməlim qəbul olsaydı, hətta Allaha qovuşmaq istəyərdim. Yəni, əməlin qəbulu haqqında qısa bir xatırlatma etmək istəyirəm. Həqiqətən, müminin etdiyi əməlindən çox onun qəbuluna önəm verməlidir. Qəbul olunmasına. Təbii ki, qəbul edən Allahdır. Qəbul olunmasının üçün də səbəblər var, möhtərəm qardaşlar. Mühüm səbəblər var. Bizə düşən odur ki, o səbəbləri yerinə gətirək. O səbəbləri yerinə gətirək. Onlardan birincisi, möhtərəm qardaşlar, etdiyimiz hər bir əməli Allah üçün etməliyik. Nə edirsən et, fərqi yoxdur. Allah üçün etməlisən. O zaman o etdiyin əməldə xeyir, bərəkət olacaq. Vallahi onda onun nəticəsini, bəhrəsini, faydasını görəcəksən. Sadəcə o əmələ başlamadan öncə niyyətini təmizlə. Onda o əməldən ləzzət alacaqsan. O əməldən həzz alacaqsan. Və o əməlin bitməməsini Allahdan istəyəcəksən. O qədər sənə xoş gələcək. Çünki o əməl Allah üçün olanda onun həqiqətən faydası da, dəyəri də çox olur. Eyni zamanda ikincisi nədir? Etdiyin o əməl sünnəyə müvafiq olmalıdır. Əgər yenilik gətirərsənsə, artıq, əksik, nəsə gətirərsənsə, o zaman o əməl səndən və bizdən rədd olunar. Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, Mən əhdəsə fi əmrinə həzə mə leysə minhu və huvə raddun. Kim bizdən olmayan, dinimizdən olmayan, sünnəmizdən olmayan bir şey gətirərsə, və huvə raddun, o onunla rədd olunar, möhtərəm qardaşlar. Düşünün ki, insandır, əziyyət çəkir, namaz qılır, ibadət eləyir, xeyr əməllər edir, ancaq sünnəyə zid əməl edir. Məsələn, insandır, heç bir əsası olmayan bir namazı qılır. Gecə gündüz, yəni hər gün o namazı qılır. Sünnədə heç bir əsası yoxdur namazın. Gəlir məsəl üçün, günün bir vaxtında namaz qılır özü üçün. Sünnət namazı. Bir dəfə insan edə bilər hansısa bir şey. Daimi. Bu nə olur artıq? Bu artıq bidət olur, yenilik olur. O insana desən ki, nə üçün namaz qılırsan? Deyəcək ki, namaz qılıram, pis iş görmürəm ki. Həqiqətən də pis iş görmür. Namaz gözəl əməldir. Ancaq onun etdiyi əməl sünnəyə müvafiq olmadığı üçün nə olur? Rədd olunur. Necə ki, Allah Resulü buyurdu sallallahu aleyhi ve sellem və huvə raddun, deyir, o rədd olunar. Ona görə insan buyurulduğuna etməlidir. Bəzən olur, insandır, səfərə çıxır, namazları 4 rükət qılır. Deyirsən, ay qardaş, ay filan kəs. Bəs namaz sünnədə 2 rükət. Yox, mənə belə rahatdır.
Mən belə istəyirəm, mən daha çox əziyyət çəkmək istəyirəm, daha çox mən tam qılıram, pis iş görmürəm ki. O zənn edir ki, o yaxşı iş görür. Ancaq Allah Resulü sallallahu aleyhi və səlləm gecə ayaqları şişənə qədər namaz qılardı. Ancaq səfərə çıxanda 2 rükət qılardı. Və Allah Resulündən daha mı çox sən xeyir istəyirsən? O zənn edir ki, o xeyir iş görür. Ancaq bidət, ona görə buyurulur ki, kullu bid'atin dalalə. Hər bir bidət zəlalətdir. Və kullu dalaletin finnar. Və hər bir zəlalət də oddur. Ona görə insan yeniliklərə yüngül bir şey kimi baxmamalıdır. Din tamamlanıb, möhtərəm qardaşlar. Dinimiz mükəmməldir. Dində naqislik yoxdur. Əgər sən yenilik edirsənsə, deməli sən fikirləşirsən ki, dinimizdə nəsə naqislik var. Nəsə əksikliyi var. Onda sən, ona görə bidət şiddətlidir. Ona görə bidət qəbul olunmazdır. Çünki sən dinin tam olmadığını, sanki tam olmadığını iddia edirsən kimi yenilik gətirirsən. Özündən nələrsə əlavə edirsən. Ona görə bidət zəlalətdir. Bidət qəbul olunmazdır. Necə ki buyurur, fəhuvə raddun, o rədd olunar. Ona görə möhtərəm qardaşlar, etdiyimiz əməllər bizə lazımdır. Bizim ona ehtiyacımız var. Qəbul olunmasına ehtiyacımız var. Qəbul olunması üçün də niyyətimizi yeniləməliyik. Düşünün ki, bütün hədis kitablarının başında birinci hədis nə ilə başlayır? Ən əmiril mü'mininə Əbi Hafsin radiyallahu anhu ənəhu qal. Qalə Rasulullah sallallahu aleyhi və səlləm, deyir, müminlərin əmiri Ömər ibn Xattab radiyallahu anhudan rəvayət olunan hədisdə Allah Resulü sallallahu aleyhi və səlləm buyurdu, İnnəməl ə'məlu bin niyyət. Bütün əməllər niyyətlərə görədir. Nə əməl etsən, niyyət orada mühümdür. Nə əməl edirsən et, birinci niyyət olmalıdır. Niyyətsiz əməl ola bilməz. Sən zöhrü əsr niyyəti ilə qıla bilməzsən. Əsri zöhr niyyəti ilə qıla bilməzsən. O namaz qəbul deyil. Ona görə dinimizdə niyyət önəmlidir. Hər bir əməldə niyyətlə olmalıdır. Bir əməli etməmişdən öncə, möhtərəm qardaşlar, birinci niyyətimizi yeniləməliyik. Sahabələrdən, sələflərdən gəlib ki, xəstə ziyarətinə çıxanda 5 dəfə yoldan qayıdardılar. 3 dəfə yoldan qayıdardılar. Yolun ortasında şeytan vəsvəsə verərdi ki, sən gedirsən filan kəsi ziyarətə, ola bilsin, o da gəldi sənin ziyarətinə. Qayıdırdı dala, deyirdi, yox, mən bunu istəmirəm. Mən bu ziyarəti mən istəmirəm, qayıdırdı evinə. Yenidən niyyətini təzəliyirdi, Allah üçün onu ziyarət edəcəm. Çünki xəstə ziyarətinin böyük əcri sahabı var. Deyir, mən onu istəyirəm. Ona gedəcəm, o da məni gəlib ziyarət edəcək. Və yaxud ona gedərəm, mənim bir işimə yarayar. İnsan belə şeylər fikirləşir. Çünki şeytan ona təlqin eləyir o şeyləri. Gedirəm filan kəsi ziyarət edim, ona işim düşər, o da mənim işimi yerinə getirir. Artıq o əməl getdi. O əməl nə oldu? Məhv oldu, puç oldu. Faydasız bir iş oldu. Sən getdin, yorulğunluq qalır sənə. Ona görə qaydardılar, niyyətləri yeniləyərdilər və yenidən gedərdilər xəstə ziyarətlə. Görün nə qədər niyyət mühümdür, möhtərəm qardaşlar. Əməlin qəbulu üçün niyyət önəmlidir. Əks halda o əməl qəbul olmaz. Ona görə Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, İnnəməl ə'məlu bin niyyət. Əməllər niyyətlərə görədir. Fəmən kənət hicratuhu iləllahi və rasulihi və hicratuhu iləllahi və rasulihi. Kimin deyir, hicrəti Allah və Rasulü Allah üçün olarsa, onun da hicrəti Allah üçün olur. فَمَنْ كَانَتْ هِجْرَتُهُ لِدُنْيَا يُصِيبُهَا اَوْ اِمْرَأَةٍ يَنْكِحُهَا فَهِجْرَتُهُ اِلَى مَا هَجَرَ اِلَيْهِ. Kimin hicrəti dünya olarsa və yaxud qadınla evlənmək olarsa فَهِجْرَتُهُ اِلَى مَا هَجَرَ اِلَيْهِ.
Onun hicrəti də ona uyğun olar. Yəni onun qarşılığında olar. Niyyət ona görə çox önəmlidir. Dünya üçündürsə dünya üçün olacaq, axirət üçündürsə axirət üçün olacaq. Ona görə əməllərin qəbulu üçün bunlar mühüm, niyyət mühümdür. İxlas mühümdür. Mütaba'a mühümdür. Yəni Allahın Resulü sallallahu aleyhi ve sellemin sünnəsinə müvafiq olması mühümdür. Əks halda qəbul olunması təhlükəlidir. Hər birimiz bilirik ki, şeytan bizim düşmənimizdir. Nə istəyir? İstəyir ki, əməllər qəbul olunmasın. Düşün ki, sən 30 il, 40 il, 50 il əməl edirsən, o qəbul olunmur. Qiyamət günü əli boş gedirsən. Halbuki bu dünyada əməl etmişdin, çalışırdın, əziyyət çəkirdin. Ancaq qəbul olunmasına riayət eləməmsən. Yəni Allah üçün eləməmsən onlara. İnsanlar görsün deyə eləmsən. Bilirsiniz də riyaya gəlib çıxır. Riya da hara gedir? Kiçik şirkə. Allah korusun. Kiçik şirkə gelib çıxır. Görün nə müsibətdir. Allah Resulü sallallahu aleyhi ve sellem sahabelerine bir gün ki "Əxvafu ma əxafu aleykum." Sizə deyir, ən qorxduğum şey kiçik şirkdir. Deyirlər, nədir o? Deyir, "Fəhuva riya." Deyir, o riyadır. Görün kimlərə deyir. Kimlərə deyir? Salihlərə, sahabelərə. Gör bizim halımızı. Ona görə diqqətli olmalıyıq, möhtərəm qardaşlar. Heç kimə fikir verməməlisən. Və bilməlisən ki, heç bir insan sənə nə xeyir verə bilər, nə ziyan verə bilər. Bütün xeyirlər Allahdadır. Bütün xeyirlərin açarı ondadır. Necə ki, ayət-i kərimədir. وَاِنْ يَمْسَسْكَ اللّٰهُ بِذُرٍّ فَلَا كَاشِفَ لَهُ إِلَّا هُ وَاِنْ يَمْسَسْكَ اللّٰهُ بِذُرٍّ Sənə kimsə Səskallahu bizurrin sənə bir zərər gələrsə heç kim onu saxlaya bilməz. Və in yuridkə bi xeyrin fələ raddə li fadli. İki bir xeyir sənə gəlib çatacaqsa qabağını heç kim ala bilməz. Vallahi ala bilməz. Əgər o sənə gəlirsə bütün dünya yığılsın onun qabağını ala bilməz. Bəzən insanlar deyir ki filan iş mənə gəlib çatasıydı qoymadılar. Deməli, Allah sənə onu istəməyib. Səbəbi var onun. Sən elə bilirsən ki, onu insanlar elədi. O sənə Allah tərəfindən gəlib çatmadı. Gör, dinimiz nə gözəldir. Hər bir şeyin bir əsası var. Bir bağlantısı var. Heç nə boşuna deyil. Ona görə mümini ən çox müminə huzur verən şeylərdən birisi də qədərdir. Qədər mümini rahatlaşdırır. Yəni necə rahatlaşdırır? Yəni onu arxain edir, yox. Sadəcə ona səbr etməyə kömək edir. Səbr etməyə yardım edir. Deyir ki, əgər bir sıxıntı baş verirsə, düşünür ki, Allah subhanahu wa ta'ala onu belə yazıb. Onu belə istəyib. Deməli, burada bir xeyir var. Biz onu bilmirik. Ona görə möhtərəm qardaşlar, əməllərimizin hər zaman qəbul olunmasına aparan bütün səbəblərdən tutmalıyıq ki, o əməllər bizdən qəbul olunsun. Çünki əməl qəbul olunmazsa, deməli, o faydasızdır. Allah Resulü sallallahu aleyhi ve sellemin dövründə insanlar var idi. Allah Resulü'nün ətrafındaydılar. Ancaq onlar münafiqlərdən idi. Münafiqlərdən idi. Və sahabələrin çoxsu onu bilmirdi. Allah Resulü sallallahu aleyhi ve sellem onu bir dənə sahabəyə xəbər vermişdi. Kim idi o? Hüzeyfə radiyallahu anh. Hüzeyfə radiyallahu anhuya bütün münafiqlərin adını vermişdi. Ancaq onları qovmurdu Allah Resulü sallallahu aleyhi ve sellem. Ətrafdaydılar, yanındaydılar, ibadət də edirdilər, namazda qılırdılar, özlərini yaxşı göstərirdilər. Ancaq Allah Resulü bilirdi. Ancaq sahabələrin çoxusu bilmirdi. Hüzeyfə radiyallahu anh bilirdi. Ona bütün siyahını vermişdi. Hətta Ömər ibn Xattab
radıyallahu anhu bir gün gelir deyir ki, ey Hüzeyfə, Allah Resulü münafiqləri sayanda məni də orada yazıb. Görün, o cür sahabə cənnətlə müjdələnən ən ikinci sahabədir. Özünü necə qorxurdu? Əmin deyildi özündən. Biz, görün, bizim halımız necədir? Ona görə insanın əməli qəbul olunmursa, Allah üçün olmursa, niyyəti düzgün olmursa, hamısı hara gedir? Nifaqa gedir. Yəni, o əməl sənə fayda vermir. Ona görə mühümdür. Çox insanlar ona baxmır. Əməl qəbul olunması üçün bu əməllərə, yəni bu niyyətə və ixlasa və sünnəyə müvafiq olmasa diqqət eləməliyik. Allah hər birimizi eşli faydalanlarını etsin. Allah subhanehu ve teala əməllərimizi qəbul etsin. Amin. Allah subhanehu ve teala bizi, bütün müsəlmanları peşman olanlarını etməsin. Çünki möhtərəm qardaşlar, hər kəs çalışır. Hər bir mömin çalışır. Bacardığı qədər çalışır. Düzdür, şeytan ona hər zaman, hər bir etdiyi əməlində ona müştərək olmaq üçün əlindən gələn edir. Hər formada ona müdaxilə edir ki, nə etsin? Onun etdiyi əməlin savabını əlindən alsın. Onun etdiyi əməli niyyətini çəksin, götürsün, aparsın. O əməli puç eləsin, faydasız eləsin. Sədəqə verirsən, şeytan həmən gəlir. Nə üçün verdin? Göstərirsən insanlara, pulum var və yaxud mən verənəm, mən səxavətliyəm. Namaz qılırsan, şeytan gəlir. İnsanlar görəndə başqa cür, görməyəndə daha sərbəst. Bu gəlir nəyə çıxır? يَسْتَخْفُونَ مِنَ النَّاسِ وَلَا يَسْتَخْفُونَ مِنَ اللّٰهِ Allah'tan həyə etmirlər, insanlardan həyə edirlər. Rəbbimiz Quran-ı Kərimdə buyurur. Ona görə hər zaman möhtərəm qardaşlar diqqət eləməliyik, niyyətlərə diqqət eləməliyik ki, əməllərimiz zay olmasın. Əməl zay oldusa, sənə qalan yorğunluq olur. Sənə qalan yalnız vaxtın itkisi olur. Və əməllərin də ən gözəli az olsa belə davamiyyətli olandır. Bəzən insan coşur, bir gün, 2 gün gecə namazları, bütün hər şeyi eləyir, sonra zəifləyir. Çünki yükləyir özünü. Ona görə az olsa belə Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki əfdalul a'mali ədvamuhə və inqal. Ən fəzilətli əməl odur ki, az olsa belə davamiyyətli olandır. Az olsun, ancaq davamiyyətli olsun. Ona görə insan özünü yükləyib, əziyyət verir, bəzən sonra tez məhrum edir nəfsini, yorur nəfsini. Ona görə möhtərəm qardaş, çalışaq, niyyətlərimizə diqqət edək. Allah bizə işli faydalanlarını etsin. Amin. Allah subhanahu wa ta'ala hər birimizi bağışlasın. Amin. Allah hər birimizi son nəfəsimizə qədər doğru dini üzərində sabit etsin. Amin. Allah hər birimizi bağışlasın. Allah subhanahu wa ta'ala tüm müsəlmanlara rəhm etsin, sabit etsin. Allah millətimizə hidayət versin, islah eləsin, doğru dini üzərində yaşamağı müvəffəq eləsin. Sallallahu aleyhi ve sellem ala nəbiyyina.